Yaxın Şərqdə xeyli müddətli yaşanan gərginlik dünyada aviabiletlərin qiymətinə də təsirsiz ötüşməyib. Ölkəmizdə bu məsələ ilə bağlı vəziyyət necədir? Aviabiletlərin qiymətində artım varmı? Əməkdaşlarımız bu suala cavab axtarıb. Yaxın Şərqdəki gərginlik nəticəsində təyyarə yanacağının qiyməti kəskin artıb. Bu səbəbdən qlobal miqyasda reyslərin kütləvi ləğvi müşahidə olunur. Hazırda aviasiya yanacağının bir tonunun qiyməti 742 dollardan 1710 dollara qədər bahalaşıb. Son həftələrdə dünyada təyyarə biletlərinə tələbat azalsa da, qiymətlərdə 15-20%-ə qədər artım müşahidə edilir. Aviabiletlərin qiyməti artacaq. Səbəbi neft məhsullarının qiymətinin artmasıdır. Aviaşirkətlərin 1/3 xərclərini təyyarə yanacağı təşkil edir. Daşıyıcıların xərclərinin təxminən 35-40%-ni aviasiya yanacağı təşkil edir. Bu da biletlərin qiymətində artıma səbəb olacaq. Yaxın Şərqdəki gərginliyə görə düşünürəm ki, bu vəziyyət bir müddət davam edəcək. Qiymət tarifləri ən azı gələn ilə qədər stabilləşəcək. Bu zaman kəsiyində isə turistik səyahətlərdə bahalaşma olacaq. Bəs Azərbaycanda aviabiletlərin qiymətində artım varmı? Məsələni araşdırmaq üçün bir neçə aviaşirkətlə əlaqə saxladıq. Artım var. Yəni Dubaya, Doha gediş olmadığına görə, başqa istiqamətlər təbii ki, tələbat çoxaldığına görə qiymət artımı var. Normalda Dubay istiqamətinə 300-400 manat arasında idi, amma ki, hal-hazırda tək tərəf 1000 manatdan bahadır. Türkiyə istiqamətinə biletlər hədsiz bahadır. Dubay üstündən Asiya ölkələrinə uçuş varsa, onların qiymətləri qalxır. Amma digər istiqamətlərə heç bir təsir yox. Normal qaydada eyni qiymətlərdir. Taylanda Dubay üzərindən uçuşlar daha münasib olur, amma Türkiyə və ya da başqa istiqamətlər üzərindən daha baha olur. Nəticə etibarı ilə aviabiletlərin qiymətinin artması qlobal prosesdir. Enerji daşıyıcılarının onsuz da baha olduğu ölkələrdə isə təyyarə biletlərinin qiymətləri nəzərə çarpacaq dərəcədə dəyişib. Avropa daxili uçuşlarda qiymət artımı daha çox özünü büruzə verir. Hətta bəzi aviaşirkətlər mövcud olan reysləri, məsələn Berlin hava limanından olan reysləri ləğv eləməyə məcburiyyətindədirlər. Almaniyada, o cümlədən dünyada ən iri aviaşirkətlərdən olan Lufthansa açıq mətnlə bəyan elədi ki, hazırki benzin qiymətləri ilə biletlərin qiymətini sabit saxlamaq sadəcə olaraq mümkün deyil. Və əlavə olundu ki, bizim hazırda hər bir sərnişindən xalis gəlirimiz yalnız 10 avro civarındadır. Ona görə qiymət artımının hər hansı bir səbəbdən qiymət artımı sərnişinlərin üzərinə düşür. Açıqlamada belə qeyd olunub. Turizm mövsümünün başlamasından əvvəl bu məlumat nə qədər üzücü olsa da, aviabiletlərin qiymətinin artması reallıqdır. Artımın nə qədər davam edəcəyi ilə bağlı dəqiq proqnoz isə hələ ki yoxdur. Ülkər Əliyeva, Şahin Abbasov, ATV Xəbər.